Deməli, əziz idmançılar və idman sevərlər, əziz valideynlər, biz səhər qrupu yenidən təqdim elədik. Bir həftənin 1-3-5-ci günləri saat 09:30-dan 11:00-a kimi səhər məşqlərimiz start götürür. Səhər məşqlərinə əsasən bizə peşəkar idmançılar, yarı yolda qalanlar, idmana davam eləməyənlər, motivasiyası ölənlər gəlin bu zala. Biz necə məşq keçirik? Qabağınıza hədəf qoyuruq idmançılar. Hədəf nədir? Bir aydan sonra bu yarış, ikinci aydan sonra bu yarış, üçüncü aydan bu yarış. Yəni sən gəldinsə bir ay məşq elədin, çıxım yox. Bir aydan sonra nəticəni bizə göstərəcəksən, ondan sonra sən daimi zalda irəli gedəcəksən. Bizim də məqsədimiz odur ki, 4 dənə məşqçi ilə 4 dənə məşqçi ilə biz fəaliyyətimizə başlayırıq səhər qrupunda. Kimlər istəsə buyursun, əlaqə saxlasın. Əgər nəticə istəyirsənsə, inkişaf istəyirsənsə, diqqət istəyirsənsə, buyurun. Bizim zal güclərin məkanıdır və təcrübəli məşqçilər, təcrübəli kombinasiyalar və gözəl nizam-intizamlı idmançılar bizə lazımdır. Bizim də borcumuz məşqçiləri belə gənclərimizi yetişdirək, dövlətimizə, millətimizə layiqli bir övlad kimi böyüdək. Aydın oldu uşaqlar. İnşallah ki, həftənin birinci gündən kimlər gəlmək istəsə, Orxan müəllim, Aydın müəllim və Asif müəllim. Dördümüz bir yerdə fəaliyyətimizi davam elətdiririk və bu valideynlərin də yenə nəzərinə çatdırıram ki, gəlin, baxın, özünüz nəzarət edin ki, sizin heç bir övladınız nəzarətsiz qalmır. Hər bir məşqçi bir tələbə ilə işləyir. Onun da haqqını biz verməyə çalışırıq. Bugünkü gündə gələcək nəticələrimizi sizə göstərəcəyik. Alışdırıq.